Türkmenistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər göstərir ki, Azərbaycan və Türkmenistan arasında əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır. Eyni zamanda iqtisadi, nəqliyyat, enerji və humanitar istiqamətlərdə də sürətlə genişlənir. Azərbaycan və Türkmenistan xalqlarını ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir. Bu amillər iki ölkə arasında münasibətlərin möhkəm təməllər üzərində qurulmasına və uzun müddətli perspektivdə inkişaf etməsinə imkan yaradır. Son illərdə dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad və intensiv siyasi dialoq əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynayıb. Münasibətlərin inkişafında Xəzər dənizi xüsusi əhəmiyyət daşıyır. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi, enerji resurslarının səmərəli istifadəsi, dəniz nəqliyyatının inkişafı və logistika imkanlarının genişləndirilməsi Azərbaycan və Türkmenistan üçün ortaq maraq kəsb edən istiqamətlərdir. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi inteqrasiyasına və təhlükəsizliyinə mühüm töhfə verir. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq isə son dövrlərdə xüsusi diqqət mərkəzindədir. Orta dəhliz layihəsinin aktuallığının artdığı bir dövrdə Azərbaycan və Türkmenistan Avropa ilə Asiyanı birləşdirən əsas tranzit qovşaqlarından birinə çevrilməkdədir. Xəzər üzərindən yük daşımaların artması, liman infrastrukturlarının modernləşdirilməsi və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı hər iki ölkənin iqtisadi potensialını gücləndirir. Bu proses həm də region dövlətləri arasında ticarət əlaqələrinin genişlənməsinə və yeni investisiya imkanlarının yaranmasına şərait yaradır. Enerji sektoru Azərbaycan-Türkmenistan münasibətlərinin əsas dayaqlarından biri olaraq qalır. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması, enerji marşrutlarının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi iki ölkənin strateji maraqlarına tam uyğun gəlir. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Bakı ilə Aşqabad arasında əməkdaşlığın daha da dərinləşməsi həm region, həm də beynəlxalq tərəfdaşlar üçün mühüm əhəmiyyət daşıyır. İqtisadi əlaqələrlə yanaşı humanitar əməkdaşlıqda münasibətlərin vacib istiqamətlərindəndir. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrində həyata keçirilən layihələr xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Humanitar sahədə əməkdaşlığın genişlənməsi gələcək nəsillər arasında qarşılıqlı anlaşmanın və tərəfdaşlığın daha da güclənməsinə şərait yaradır. Təhlükəsizlik və regional sabitlik məsələlərində də Azərbaycan və Türkmenistanın mövqeləri bir çox hallarda üst-üstə düşür. Hər iki ölkə regionda sülhün, sabitliyin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Bu yanaşma regional risklərin azaldılmasına, iqtisadi inkişafın sürətlənməsinə və xalqların rifahının yüksəlməsinə xidmət edir. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi və müxtəlif sahələr üzrə imzalanan sənədlərin sayının artması göstərir ki, Azərbaycan-Türkmenistan münasibətləri real nəticələr üzərində inkişaf edir. Bu münasibətlər təkcə siyasi bəyanatlarla deyil, konkret layihələr və praktiki əməkdaşlıq mexanizmləri ilə möhkəmlənir. Nəticə etibarilə Azərbaycan və Türkmenistan arasında formalaşan strateji müttəfiqlik yalnız iki dost və qardaş ölkənin maraqlarına xidmət etmir. Bu əməkdaşlıq Cənubi Qafqazla Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat körpüsünü gücləndirir, regional inteqrasiyanı dərinləşdirir və uzun müddətli sabitlik üçün möhkəm zəmin yaradır. Mövcud dinamika göstərir ki, Bakı və Aşqabad arasındakı münasibətlər qarşıdakı illərdə daha da inkişaf edəcək və regionun geosiyasi və iqtisadi mənzərəsinə mühüm təsir göstərəcək.